Əgər hansısa bir sürücü sərnişinin hüququnu pozursa, bu zaman əlbəttə ki, sərnişinin əlində bir neçə instansiyaya məlumat vermə imkanları var. Birincisi, əgər sərnişinin hüququ bir vətəndaş kimi pozulursa, yəni sərnişinə qarşı nalayiq hərəkətlər edilirsə, əlbəttə ki, bu zaman sərnişin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edə bilər. Sərnişinin hüququ bir istehlakçı kimi xidmətdən istifadə edən bir vətəndaş kimi pozulursa, bu zaman o anti-inhisar və İstehlak Bazarı Nəzarət Agentliyinə də müraciət edə bilər. Sərnişinin hüququ sərnişin kimi, yəni taksi qaydaları çərçivəsindən çıxan rəftarla əgər varsa, məsələn, taksi sifariş olunursa, bu zaman başqa bir taksi gəlirsə, başqa bir sürücü gəlirsə, yəni mobil tətbiqdə qeyd olunan şəxs və taksi gəlmirsə, yenə də bununla bağlı deməli sərnişin Aynanın 141 qaynar xəttinə də məlumat verə bilər. Taksi sürücüsü sifarişi qəbul etdikdən sonra həmin sərnişini təhlükəsiz ünvana çatdırmalıdır. Əsassız olaraq yarı yolda endirmək olmaz. Yəni bunun bir əsası olmalıdır. Məsələn, əsas nə ola bilər? Tutaq ki, öncədən sərnişin taksi sürücüsünə ev heyvanının daşınması ilə bağlı məlumat verməyib. Bu səbəb ola bilər. Və yaxud da ki, sərnişin sərxoş aldadır. Yəni, sərnişinin də hüquqları olduğu kimi, sürücünün də hüquqları var. Həm vəzifələri var, həm hüquqları var. Bu bərabər formada, eyni qaydada hər iki tərəf tərəfindən də həyata keçirilməlidir, əməl olunmalıdır.